1918-ci ilin sentyabrında Bakı heç vaxt unuda bilməyəcəyi kabus kimi bir fəlakətin içində qaldı. Şəhərin hər bir guşəsi qaranlıq tüstü ilə örtülmüşdü. Neftlə dolu çənlər partlayır, liman boyunca alov dalğaları göy üzünə qalxırdı. İnsanlar pəncərələrini açmağa belə cəsarət etmirdilər. Nəfəs almaq getdikcə daha da çətinləşmişdi. Küçələrdəki insanlar fitil kimi yanmış taxta qırıntıları, neftlə qaralan daşlar və külə dönmüş mədən avadanlıqları ilə dolu səhnələr görürdülər. Bütün bunlar Bakını sanki yanğına təslim olmuş bir şəhər kimi göstərirdi. Bu faciə təsadüfi deyildi. O dövrün siyasi mühitində Bakıda hakimiyyət əlində saxlayan Sentrakaspi diktaturası, SR-lər, menşeviklər və daşnaq hərbi dəstələrindən ibarət qısa ömürlü bir koalisiya şəhərin idarəçiliyini tamamilə itirmək üzrə idi. Qafqaz İslam ordusunun günbəgün yaxınlaşması onlarda ciddi təşviş yaratmışdı. Hakimiyyətin süqutunu görən bu qüvvələr ən ağır qərara imza atırlar. Bakının neft sərvətini heç kimə verməmək üçün onu məhv etmək. Bu məqsədlə strateji anbarlar, limandakı çənlər və Bibiheybət Qaradağ xətti boyunca yerləşən neft obyektləri odlandı. Bu Rusiyanın keçmiş hərbi təcrübəsində tez-tez rast gəlinən yandırılmış torpaq taktikasının Bakıdakı ən amansız tətbiqi idi. Yanan çənlər ardıcıl olaraq partlayır, hər partlayış yeni alov dalğası yaradaraq ətrafı məhv edirdi. Havada yayılmış neft hissəcikləri tüstünü daha ağır və zəhərli edirdi. Dənizə axan, yanan neft suyun üstündə uzun bir od zolağı yaratmışdı. Bu hadisələrin ən acı tərəfi isə yerli əhalinin yaşadıqları idi. Yanğın başlanan andan etibarən şəhərdə normal həyat dayanmışdı. İnsanlar çölə çıxmaqdan çəkinir, bazarlar bağlanır, ərzaq tapmaq çox çətinləşirdi. Çox adam öz evini tərk edib daha təhlükəsiz yerlərə sığınmağa çalışırdı. Lakin təhlükəsiz yer tapmaq asan da değildi. Külə istiqamət dəyişdikcə tüstü şəhərin fərqli hissələrini bürüyürdü. Qocalar, qadınlar və uşaqlar xüsusilə əziyyət çəkirdi. Neft buxarı insanların gözlərini yandırır, nəfəs yollarını təzyiq altına alırdı. Bir-iki gündən sonra su tapmaq belə problemə çevrildi. Axan neft və dağılan boru xətləri içməli su mənbələrini çirkləndirmişdi. Şəhər adətən neftin verdiyi zənginlik ilə nəfəs alırdı. Amma o günlərdə neft onun kabusuna çevrilmişdi. Bu vaxt Sentrakaspi qüvvələri tələsik şəkildə şəhəri tərk edirdi. Onların ardınca qoyub getdikləri isə yalnız dağıntı, kül, yanmış çənlər və tüstü içində boğulan Bakı idi. Onların niyyəti bir daha aydın görünürdü. Şəhəri Qafqaz İslam ordusuna yararsız vəziyyətdə buraxmaq. Bununla belə geri çəkilən dəstələrin tərk etdiyi mənzərə yalnız hərbi deyil, həm də insanlıq faciəsi idi. Nəhayət Qafqaz İslam ordusu Bakıya daxil olanda onları sanki yanğına təslim edilmiş bir səhriyə bənzər mənzərə qarşıladı. Şəhərə daxil olan türk və azərbaycanlı əsgərlər bir çox bölgəyə yaxınlaşa bilmirdi. Liman üzərində qatı tüstü hələ də sıx şəkildə asılmışdı. Bibiheybət tərəfdə torpaq qara rəngə boyanmış, yerə tökülmüş neft quyu çökəkliklərini doldurmuşdu. Bir çox əsgər sonradan qeyd edirdi ki, Bakıya girəndə şəhəri deyil, kül içində boğulan bir iri sənaye müəssisəsini xatırladırdı. Ordunun ilk işi yanğının qarşısını almaq, qalan çənləri soyutmaq və əhalini təhlükəsizliyə çıxarmaq olmuşdu. Əhali Qafqaz İslam ordusunun gəlişini həm ixlas, həm də rahatlıq kimi qarşılayırdı. Çünki uzun illərin siyasi çəkişmələri və son günlərin yanğını Bakını tamamilə yorub tükəndirmişdi. Xarici mətbuat da bütün bunları geniş şəkildə yazırdı. The Times-da dərc edilən Bakı yanğını planlı şəkildə törədilib ifadəsi dünyaya mesaj idi. New York Times isə geri çəkilən qüvvələr neft çənlərini yandırdı deyərək faciənin səbəbini açıq şəkildə göstərirdi. İngilis generalı Lionel Dunsterville öz xatirələrində bu mənzərəni belə təsvir edirdi. Şəhərə girəndə binaların yanmış skeletləri görünürdü. Hər tərəfdə kül, tüstü və yanan neftin izi var idi. Beləliklə 1918-ci ilin sentyabr faciəsi nə qəza idi, nə də təsadüf alovlanma. Bu bir şəhərin ən qiymətli sərvətinin, neftinin planlı şəkildə məhv edilməsi idi. Bakı həmin günlərdə yalnız əmlakını deyil, həm də nəfəsini, həyat ritmini, sakitliyini itirmişdi. Bu faciə şəhərin sənaye tarixinin ən böyük yaralarından biri olaraq yaddaşlarda qaldı və hələ uzun illər boyunca həmin yanğınların izi Bakının taleyində özünü göstərdi. Bu qədər. Sonda kanala abunə olaraq şərh yazmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.